Çoxdandır ki TikTok keşfetimə reaksiya vermirdim. Əslində Azərbaycan TikTok sənələri, yəni mənim TikTok keşfetimdən yüklənən videolardır. Yəni TikTokda qarşıma nə çıxırdısa, random şəkildə yükləyib reaksiya verirdim ki, bir video alındırım. Qarşımıza nə video çıxsa, nə video olur olsun, yəni ona reaksiya verməyə çalışacağam. TikTok keşfetimə reaksiya videosunun tez-tez gəlməyini istəyirsinizsə, videonu bəyənib aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Getdik. Nə şirindilər, axı onları kim tərk edə bilərdi? Oyda nə şirindilər. Zarafat məqsədi ilə dedim. Elə bildim düşə istəyir. Heç yaxşı başlamadık amma. Mənim keşfetimdə belə videolar olmalı deyil idi. Video çəkirəm deyə indi bu tip videolar çıxacaqdı indi qarşıma, neyniyim? Azərbaycan TikTok əfsanələrində olmayan Fərid indi TikTok keşfetim adlı videoda qarşımıza çıxır. Çox qəribədir. Yaxşı oynayır amma. O dağlarda gəzən oğlan da çıxdı TikTok keşfetimizə. Niyə görə Azərbaycan TikTok əfsanələri çəkəndə çıxmır qarşımıza? Bəxtimiz çox süperdi. Benimle bir gece. Fikirləşir elə. Razı oldu. Oydo. Sən neynədin Röya? Yazıq özü qorxa-qorxa yellətdiyə başını. Oydo, yorumların qədərinə baxın bir dənə. Nə qədər yorum var, Allah məktəbi görə bilmirəm. Mahnıdan bildim ki məktəbdir. Hara məktəbdir görəsən? 2019 TikTok. Oydu Üzeyrin köhnə mahnıları. Səsim biraz qəribə çıxa bilər. Biraz soyuqlamışam. Videoda enerjisəm. Videoda enerjisizəm. Videoda enerjim yoxdur. Ay da, bu nə keşfetdi? Vallahi TikToku siləsim gəlir. Prosta TikTok əfsanələri yarımçıq qalacaq. Davamı gəlməyəcək. Buna görə məcburam yəni. Demişdim qarşıma nə çıxacaq, ona reaksiya verəcəm. Hindistanda yediyim qeyri-adi yemək. Bunu kim deyir yəni, Allah'ın da olsun. Hindlilər də başdan xarabdır. Küçə yeməklərini, nə bilim, ayaqları ilə çəngəlirlər. Kartofu ağızlarında yumşaltıb sonra supun içinə atırlar. Hindistan küçə yeməkləri adlı video istəyirsə əgər, bu videoya 500 like atın. Mən inanıram ki, bu videoya 500 bəyənmə gələcək. Tost sorandan daha yaxşı evlərdə vəzifəsi məlum, adı naməlum olan alət. Vərdiş almışım əllə belə danışmağa. Əlbəttə ki, adı məlumdur bunun. Buna şotka deyirlər. Mən şotka deyirəm. Yəni belə vərdiş almışam, belə öyrənmişəm mən. Siz nə deyirsiniz? Şərhlərdə öz fikrinizi bildirməyi unutmayın. Başqa nə adı ola bilər? Şotka da, şotka. Həqiqətən də tost sorandan yaxşıdır. Həm də qənaətsizdir. Biraz vaxt aparır amma. Vüsal stili, yenə vüsal stili. Ay, neynədilər? O ayaqqabı mazın sürtdü elə sifətinə. Nə günə qoydu dayını ya? Yaxşı dayı, qəlbini qırmaya biraz həvəsləndirək. Özünə daha da baxımlı olsun. Əladır dayı, əladır. Xoşuma gəldi. Tələbələrə şad xəbər. Nədir tələbələrə aid şad xəbər? Biz də eşidək. Biz nə eşidə bildik, nə də görə bildik. Bir dənə tələbələrə şad xəbər sözünü oxuya bildik. Mənə daha qalan ömürdə. Bu ola bilməz belə. Bu məncə səsi hardansa götürüb belə videonun üstünə qoyublar. Bu səs nətər belə çıxa bilər? Səsimsən. Məncə də olar, yəni canlıya yazanların çoxu gülmə atıb. Yorumlarda biri yazıb ki, özü qulaqcıq taxıb deyə öz səsini eşitmir. 3 çıx 1, beynim yandı yatağa, kalkulyator lazımdır. Əlbəttə, kalkulyator. Amma 3 dənə lazımdır. Deməli 1, 2, 3, aha, birini çıxır. Oy, ağla bax bir dənə. Gözlədiyimdən basan oldu. Deməli, növbəti sual 2-də. Nağarram, bilən kalkulyator var da. Deməli, kalkulyatorun canı sağ olsun. Birincinin yarısı, ikincinin də yarısı təbii ki. Birləşdirdi, eləyir 1. Cavab 1-dir, easy. Halal olsun. Kalkulyatordan görün necə istifadə elədi. Əsl tələbə, əsl şagird, əsl ziyan verən. Köhnələr tanıyar. Bu mən tanımıram. Papa! Hə? İlk dəfə dəqiqətən bunların belə bir video çıxır qabağıma. Yəni bu şəxsin videosu çıxır qabağıma. Baxaq. Keçən idman növü tapmışam. Mən fizika. Hə. Mən gözlərimi yumacam bu səfər. Və amma göz açıq elədim. Gözlərimi yumacam, sən buraxacaqsan. Mənə deyilməyəcək. Ha, yaxşı. 3 deyən kimi bırax. 1 2 3 1 2 3 4. Bu mənim oğlum Məciddir. Qadə Allah bilir ürəyində nələr düşünür. Ürəyində söylə indi. Yenə çıxsaydı bu ata oğlun videosu baxardı. Ben
Yarım saat TikToka baxdıqdan sonra yuxularım. Bunu sürgemi Reklama bax. gizlice benim kalbimde yine hayallar yine sen de ben yine bulutlar. Oyda. Nə yaxşı parki çıxmadı. Bu nə yazdı burada? Xayf olunur deviyə abı oradan Suriyanı vurur. Siz buradan bura deviyi nivam ala bilmirsiniz. Sözləri özü verir, cümlələri biz qururuq. Təxmini başa düşdüm nə demək istəyir burada. Cəmaatda çarə qoymayıblar da, neynəsinlər? Qardaşımız yazıb ki, qaqa takipdəyəm, mən yetibdim olacaq, indi yoxlayaq görək. Yesibet nədir? Yəqin ki, velosiped yazmaq istəyir. Olacaq, qaqa sən yetibdin. Bir də takip etməyi unutmayın. Ya qaqa sən yetibdin olmayacaq, qardaşım inşallah olaram olmayacaq sən yetibdin. Necədir? İnşallah olar, ancaq olmayacaq sən yesibeti. Ya qaqa sən yetibdin olmayacaq, qardaşım inşallah olaram olmayacaq sən yetibdin. Necəsən Qozal? Xahiş edirəm mənə yazmayın yazıb cavab olaraq. Şəklini göndər də el çəkim. Mənim şəklimi niyə göndərdin? Əl çəkərsən daha. Bu nədir? Hə, başa düşdüm. Bu nə deyək, onu başa keçirəndə nə olur ki? Nə gözəl deyib Fərdə amin. Nə gözəl. Elə yaxşı ki, bu dəfə başqa şey deməyib. Bu dünyanın çoxu paxıldır, bu dünyanın axırara gedir belə. Niyə belə paxılsız? İçiniz yanır. İçiniz yanır, gedir başqa yerə boşalır. Mənim üstümə boşaltmayın. Giclər səylər. Nə dedi? Giclər səylər. Oha, bu nə söyüşdü belə? Nə pis söydü ya. Düz deyir də paxıl olmayın. Zəhmət olmasa videoya like atın. Nə zor kuruqdu. Müğənni hardadır? Lap uşaqlığım yadıma düşdü. Nə olar ki, kəşfətimə bu tip videolar çıxsın. Neynir oğlar? Tüfürüm belə kəşfətə, belə kəşfət olar. Xanım, mən gedirəm. Mənə nə gizbəsər deyə yaşlılığına demişdi amma. Elə yaxşı ki, qabaqcadan xəbər eləyib. Yoxsa indi qaqaş söylürdü. Sizlərə bir dənə meyvə kəsirəm. Bax, kəsməmişəm bu Baxaq görüm nə meyvədir bu elə. Belim ağrıtdı ha. dəfədə yoxlayıram. Adım bilən varsa yorumlarda yazsın. Onu bilirəm ki, buna marojna deyirlər, marojna. Buna bax. Görünüşündən dadlı meyvəyə bənzədi amma. Bu nədir? Qaymaq. Bu nədir belə? Bu nədir belə? Bu çox zordur ya. Deyirsən? Xariciləri görmüsən? Xarici səhifələrdə belə edirlər. Bunu belə edirlər. Sən nədir bu? Həyatın bir anı. Adım bilən varsa yorumlarda yaz. Harda yetişir bu görəsən? Vallahi mən də heç adım bilmirəm. Adım bilən varsa şərhlərdə yazsın. Otaq qızdırıcısı. Bu nətər olur? Həm otağı qızdırır, həm də külək eləyir. Texnologiya. Qaqaş, yaxşı qurtardı hələ məncə. Necə olur, ayaqlandı birdən-birə. Yaxşı ki, qaqaş yıxıldın, şükür eləyəcəksən yıxıldığına görə. Nə zor planlaşdırıb amma. Pis olacağı axırı, oydu. Azərbaycanlı deyil bunlar deyəsən. Özbəkistanlı da araldı. Şirin yuxudan aid deyə. Oydu, bax, bu çox superdir. Bu necə düzəldiblər? Çox qəşəng deyə bu. Məncə satışda belə olmaz, bunu yığıb falan ediblər. Oydu, armatura var bir dənə. Bu adama halal olsun da, yəni. Hər şeyi əyir, qırır. Ağır işler, motor da böyle. Demir çok ağır bir şey. Onu koyalım böyle. Görürsünüz ağır işte bak. Halal olsun. Butulkaya cürdək. İlk dəfədir bu adı eşidirəm, cürdək. Elə butulka yaxşıdır məncə, cürdək bu sözə çətin öyrəşim. Rozetkaya qoşqac deyirlər, qoşqac. Vallahi bunu da ilk dəfə də eşidirəm. Sonra şifonyerə geyimlək deyirlər, şvabraya silgər deyirlər, basonoşkaya yalnayaq deyirlər. Bunlar hardan öyrənilbə görəsən? Sviterə hörünc deyirlər.
Bunu deyəsən eşitmişdim. Dublonkaya nə deyirlər dublonkaya? Nəysə keçdi o da. Plaşa yağmurluq deyirlər. Yağmurluq bunu da eşitmişdim amma qalstuka önürlük deyirlər. Ailə qalstuk yaxşıdır. Bunları öyrənsək daha yaxşı olar. Təəssüf ki, daha dilim belə öyrəşib. Ay bu videolara arada baxıram deyənə keşfətdə çıxır qabağıma. Həqiqətən maraqlı gəlir mənə nədənsə. Sakitləşdirici video kimidir. Möhkəm sıx onu, möhkəm sıx. Oyda. Bu videonun heç yeri deyil idi. Bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videonu bəyənib aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz.